3, 4, 5, 7 rəqəmlərinin hər birindən bir dəfə istifadə etməklə alınan cüt ədədlərin sayını tapın. Cüt ədədlər yazırıqsa, deməli burada son rəqəmimiz mütləq cüt rəqəm olmalıdır. Cütlüyü göstərən burada sadəcə 4-dür. Deməli yazacağımız bütün ədədlərin sonunda 4 rəqəmi durmalıdır. Və alınan cüt ədədlərin bizdən sayını istəyir. Hər birindən bir dəfə istifadə etməliyik. Deməli, əvvəlcə 3, 5, 7, sonra 4 və yerini dəyişə bilərik. 3, 7, 5 və 4. 3 ilə yaza biləcəyimiz 2 variantımız vardı. İkisini də istifadə etdik. İndi 5 ilə gələn 5, 3, 7, 4. Burada 4 dəyişmir çünki. 5, 7, 3, 4. Və 7 ilə də gələn 2 variantımız olacaq. 7, 3, 5, 4 və 7, 5, 3, 4. Başqa da alınmaz. Çünki sonda sadəcə 4 istifadə edə bilərik. Və bizim yaza biləcəyimiz 1, 2, 3, 4, 5, 6 ədədimiz var.